Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerdah. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim inneke hamidun mecid. Değerli qardaşlar, bugünkü dərsimiz 3-4 dərsdir, ard-arda eyni mövzu ətrafında gedir. Bugünkü mövzu isə bəbun minəl əhadisilləti fiyhə zikrul bəraə. Əvvəlki dərsimiz o hədislər ki, orada müsəlmanın, müminin münafiq olması, adlanması barəsində idi. Bugünkü mövzu isə o hədislər ki, orada Peyğəmbər sallallahu aleyhi və səlləm o günah, o müəyyən burada zikr olunacaq hədisləri xatırlanacaq kimsələrin və kimsələrdən Peyğəmbər sallallahu aleyhi və səlləmin bəraət qazandırması. Yəni, mən onlardan deyiləm adı altında olan hədislərdir. Birinci mövzumuza baxaq, mövzumuz ətrafında olan bəhs nədən ibarətdir? Bəbun minəl əhadisilləti fiyhə bəraə, yəni keyfi yüfəssir əhadisilə fiyhə ət-təbərru əfəili bə'də əməli münkərə vəl-məəs və bəyən aləmədə tuhməl. Dedik, yəni bu mövzudakı məna odur ki, bu hədislərdəki məna odur ki, yəni burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deməz ki, mən onlardan bəriyəm, mən onlardan uzaqam. Bu kimi hədislərdə əhl-i sünnə vəl cəmanın o həmənki o günahlar edən, o faillərdən, yəni xoşa gəlməz hərəkəti edən faillərdən Peyğəmbər sallallahu aleyhi və səlləmin qəsdi nədir və yaxud da ki, bunlar əhl-i sünnə vəl cəmanın rəyinə görə nə ilə təfsir olunar? Bu mövzu ətrafındadır. Bu mövzuda qala Şeyxülislam İbn Teymiyyətə kullu zəmin tuvu'idə sahibuhu bi ənəhu günah edənin, yəni hər hansı bir günah edənin, hansı ki onun barəsində deyilir ki, cənnətə daxil olmayacaq və yaxud da ki, cənnətin qoxusunu belə duymaz və yaxud da ki, onu edən kimsə bizdən deyildir. Və ənə sahibuhu əsimun. Yəni, bu kimi saydıqlarım günahlarda, yəni demək istəyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və yaxud da ki, bunlardakı məna odur ki, o əməl edən kimsə əsimdir, yəni günahkardır. Fəhədihi kulluhu minəl kəbair. Bu sadalanan hər bir bu günahlar, hansı ki, o cənnətin qoxusunu belə duymaz və yaxud da ki, o cənnətə daxil olmaz, mən onlardan deyiləm. Bunlar, hamısı bunlar təhdid daşıyan günahlardır və bu təhdid daşıdığına görə bu günahlar da böyük günahlar adlandırılır. Ki qavli sallallahu aleyhi və səlləm, yəni misal çəkir ki, bunlara Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, lə yedxul cənnətə qati', yəni yol kəsən kimsə cənnətə daxil olmaz və yaxud ki, qohumluq əlaqələrini kəsən cənnətə daxil olmaz. Əv kəmə qal. Və yaxud ki, lə yedxulul cənnətə mən fi qalbih mithqal zərrətin min kibrin. Qəlbində zərrə qədər kibir olan bir kimsə cənnətə daxil olmaz. Adın ki, hamısında burada Peyğəmbər sallallahu aleyhi və səlləm cənnətə daxil olmaz, cənnətə daxil olmaz. Həmçində deyir ki, mən qaşşənə fəleysə minnə, bizi aldadan, bizə kələh gələn bizdən deyildir. Və qavluhu mən həmələ aleynə silahə fəleysə minnə. Bizə silah qaldıran, silah doğruldan bizdən deyildir. Burada başqa-başqa, yəni həmənki bu hədis ayətinin başqa-başqa mənalarda var. Yəni bizə silah doğrudan bizdən deyildir. Və həmçində zina edən kimsə zina etdiyi zaman mömin ola bilməz. Və həmçinin oğrucu oğruluq etdiyi zaman mömin ola bilməz. Və həmçində içki içən içdiyi zaman mömin ola bilməz. Və həmçində insanların gözü önündə onların mallarını qəsb edən kimsə mömin ola bilməz. Aydın. Bu kimi şeylərdə, bu kimi hədislərdə Peyğəmbər sallallahu aleyhi və səlləm, yəni bu günahın böyüklüyündən bizə bəhs edir. Və zəlikə li'ənnə nəfil iman və kəvnihi minəl müminin, yəni buradakı mömin olmasına baxmayaraqdan onlarda Peyğəmbər sallallahu aleyhi və səlləm imanı bir mənada inkar etdi onlardan. Leysəl muradu bih, yəni bu kimi sadaladan bu hədislərdəki murad bu deyil ki, mə yəquluhul murciə, murciələn dediyi deyil. İnnəhu leysə min xiyarinə, fə innəhu ləv tərk zərəkə ləm yəlzəm ən yəkuna min xiyarihim. Yəni, murciələr deyirlər ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin mən qaşşənə fəleysə minnə deməsindəki hədisdəki məna, yəni bizi aldadan bizdən deyil, yəni murciələr deyir ki, buradakı məna, yəni o bizim içərimizdəki xeylilərdən deyil, yaxşılardan deyil və s. Əksi olaraq da, əgər o əməlləri etməsəydi, içimizdəki xeylilərdən olardı.
Və həmçinin buradakı məna bu deyil. Yəni oradakı Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdəki məna, yəni bizi aldadan bizdən deyildir mənası, yəni bizim xeyirlərimizdən deyildir mənasında da gəlmir. Və həmçinin də ikinci olaraqdan xavariclərin dedikləri də mənada deyildir. İnnehu sar kafirən. Çünki onlara görə Peyğəmbər sallallahu aleyhi və səlləm bir günahdan desə ki, mən o günahı edən kimsədən bəriyəm, bəraət qazandırsa ki, o sahiblərindən, bunlar xavariclər deyirlər ki, həmən ki günahla o insan nə oldu? Sarı kafirən, kafir oldu. Yəni buradakı məna da bu deyildir. وَلَا مَا يَقُولُهُ الْمُعْتَزِلَةِ Və həmçinin Mu'təzilərin verdiyi məna da düzgün deyil. اَنَّهُ لَمْ يَبْقَى مَعَهُ مِنَ الْاِيمَانِ شَيْءٍ Mu'təzilə deyir ki, bununla onun imanında zərrə qədər belə heç nə qalmır. Bəl hu mustahiqun li xuludi finnar. O la yaxrucu minha. Çıxmamaq şərti ilə o cəhənnəmdə əbədi qalmağı özünə qazandırır. Murciələrin sözünü bildik. Xavariclərin və Mu'təzilərin sözünü bildik. Və hədə kulluhu aqvalun batilə. Bu sözlərin, bu sadalan bu üç qrup, üç firqənin qoyduğu rəylər hamısı nədir? Batildir. Velakinnel mu'minel mutlaq, lakin imanı mütləq imana sahib bir kimsə, yəni əməllərində günah yoxdur. Təmiz bir kimsə, saf kimsədir. Bəbul va'd vel va'id, o təhdid bablarında, təhdid fəsillərində o nə olur onun haqqı? Huve mustahiqun li xuludil cənnəti bilə iqab. İmanı mütləq olan bir kimsə, yəni günahları bulaşmayan bir kimsə, Allah bizləri onlardan etsin. O heç bir əzab görmədən, heç bir cəza görmədən o birbaşa cənnətə daxil, o əbədi cənnətə daxil olmağa özünü qazanır. Və huvel muaddi lil faraid. Bu kimsə bütün fərzləri yerinə yetirən və haramlardan uzaq olan bir kimsədir. Və bu kimsələr Allah Təala dərgahında mütləq imana sahib olan, yəni əməllərində günaha çatmayan kimsələrdir. Yəni əməllərini günaha bulaşdırmayan kimsələrdir. Və bunlar üçün də el-va'd vel-va'id təhdid bablarında fəsillərində bunlar yəni o qədər günaha bulaşmırlar. Çünki günahlar olmadığından dolayı onlar birbaşa cənnətə əzabsız girirlər. Fəmən fəalə hədihil kəbair, ikinci sinif odur ki, mutlaqul iman dedikdə kim bu sadalanan, az öncəki hədislərdə vurğulanan o böyük günahları edərsə, ləm yekun min həuləl müminin. Az öncə sadaladığımız imanı mütləq şəkildə olmuş, yəni günahlar bulaşmamış kimsə kimi ola bilməz. Aydındır. İz huwa muta'addidun li'uqubati ala zalikal kabir. Yəni bu etdiyi günahlara görə mütləqdir ki, o günahla qarşı-qarşıya qalsın, günahın əzabını və ya günahın cəzasını o öz üzərinə götürsün. Və hada məna qawli men qala. Yəni bu sözlər də kimlərsə ki deyirlər ki, ərada bihi nəfi haqiqatul iman. Yəni bu kimi hədislərdəki məna oradakı əv kəmalil iman. İmanın həqiqətini və ya imanın kamilliyini aparır mənalarında işlədilir bu kimi mənalar. Bu hədislər bu mənalarda işlədilir. İmanın həqiqətini götürür, imanın əslini xavariclər, Mu'təzilər, Murciələr kimi əslini götürmür. Xavariclər və Mu'təzilər kimi imanın əslini götürmür, lakin onun kəmalına, kamilliyinə zərbə vurur. Aydın kamilliyinə zərbə vurur. Onun qabağa git orada tutsana. Aydın fəinnehu ləm yuridu nəfi kəmal mustahabbə fəinnə tərikul kəmal mustahabbə la yucibu zəmmi vəl va'id. Həmçinin də və qalə Nəvəvi rahimehullahi teala, İmam Nəvəvi rahimehullah deyir ki, bu mənada qaidatu məzhəb əhl-sünnə vəl-fuqaha, əhl-sünnə vəl-cəmaanın və həmçində fuqahaların qaydası var ki, belə ənnə mən həmələs-silahə aləl-musliminə, kim müsəlmanlara silah doğrularsa və onlar silah qaldırarsa biğeyri haqqin, haqqı çatmadan və la təvilin, onu yəni özündən səhv başa düşərəkdən yox, və ləm yestəhilluhu fəhuvə asin, və onu halal etmədən edərsə bunu, o kimsə asidir, günah qazanır. Ya bunu, yəni kim müsəlmanlar silah qaldırarsa, o yəni haqsız yerə, belə haqsız yerə və onu fikrində nəsə qarışıqlıq olmadan, bəlkə kimsə deyə bilər ki, filan kəs kafirdir. Bu
təvil eləyir. Doğrudan da o müsəlman qeyri-müsəlmandır deyir. Çünki bunda belə bir düşüncə var. Təvil eləyir. Bu səhv, xata rəydə olub. Bu olmasa və o silahı qaldırmağı haram görməsə, bu nə olur? Onun etdiyi əməl günah sayılır. Və la yukfaru bizalik və bununla da o təkfir olunmaz. Fəin istəhəlləhu kəfar. Əgər o silah doğrultmasında o onu halal görərəkdən doğrudan bu ölməyə layiqdir, haqqı çatır. Halbuki o müsəlmandır desə, o müsəlman olaraqdan halal görərəkdən onu doğruldarsa, əlbəttə bundan sonra o kafir olur. Fəəmmə təvilül hədis, lakin yuxarıda keçən hədislərin mənası, təfsiri budur ki, fəqilə və məhmulun əl-müstəhil bi qeyri təvilin. Yəni səhv başa düşmədən onu birbaşa halal görənə aid olunur. Fəyəkfuru və yəxrucu minəl millə. Və belə olduqda onun başını qarışdıracaq başqa fikircələr, düşüncələr və kimdənsə gələn sözlər yoxdur. Birbaşa ağlı yerində, şuuru yerində, düşüncəsi yerində. Bundan sonra onu halal görərəkdən ona qarşı silah doğrulurlarsa, bundan sonra o təkfir olunur və İslam millətindən çıxır. Fəqilə mə'nahu leysə alə siratinə əl-kəmiləti və həddinə. Yəni, burada yuxarıda keçən əslində bu mövzu bildirdi, bir dənə hədis ətrafında fırlanır. Mən qaşşənə fəleysə minnə. Bizi aldadan bizdən deyildir. Burada Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə dedi ki, yəni mən bizi aldadanlardan Peyğəmbər təbərrə elədi. Yəni özünü onlardan bəri qıldı. Yəni özünü onlardan uzaqlaşdırdı. Aydındır hədis. Söhbət bunu hədisin ətrafında gedir. Yəni başqa bunlar bu hədisə bu mənanı verirlər. Yəni kim bizə aldadarsa bizdən deyildir. Yəni bizim yolumuzda deyildir və yaxud da bizim kamil yolumuzda deyildir və yaxud da bizim hidayətimiz üzrə deyildir deyən təfsirçilər var. Yəni bu hədisə bu mənanı verirlər bəziləri. Misal olsun, məsələn, və kənə Süfyan ibn Uyeynə yəkrahu alə mən yüfəssiruhu leysə alə hədinə. Süfyan ibn Uyeynə bu hədisi leysə alə hədinə, bizim hidayətimiz üzrə deyildir təfsirini verməkdən o xoşlanmaz idi. Və yəqul deyərdi ki, bi'sə hədəl qavl. Bu söz necə pis bir, yəni bu deyilən bu söz hədis barəsində necə pis bir sözdür. Yəni bəl yumsiku an təvilihi. O nə edərdi? Süfyan ibn Uyeynə nə edərdi? Bu hədislərin təfsirini qadağan edərdi. Deyərdi ki, bu kimi hədisləri insanlara açıqlamayın. Qoyun necə varid olmuşdursa, elə də insanlara təbliğ edin, elə qalsın. Necə varid olubsa elə qalsın. Çünki bunu mənə bir səbəblərdən dolayı. Liyəkuna əvqa fin nüfus və əbləğə fizzəcəl. Vallahu a'ləm. Çünki belə olduqda insanlara daha yəni sən belə düşün ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdir ki, bizi aldadan bizdən deyildir. Təfsir vermədən insanlara bunu desən, insan doğrudan düşünür, mən bu yalan danışıram, mən Peyğəmbərdən deyiləm. Belə olduqda nəfsə daha ağır gəlir və o günahdan uzaqlaşma daha insan daha can atan olur. Aydın da bundan dolayı deyiblər ki, bu kimi hədisləri deyir, təfsir vermirlər. Necə varid olmuşdursa elə başa düşək. Və qalə Şeyxülislam İbn Teymiyyə və bihədə təbəyyən, bununla bəyan olur ki, ənə şəriə yənfi ismil iman anişşəxs. Şəriət bir kimsədən, bir şəxsdən iman ismini ondan qaldırır. Lintifə kəməlil vacib. Çünki nəyə görə? Çünki o artıq vacib olan kamilliyi dəlalətən vacibliyi özündən uzaqlaşdırdığına görə. Adəm vacibləri tərk etdiyinə görə bu səbəbdən o artıq kamilliyi ondan götürülür. Və in kana ma'hu ba'dul əczaihi. Ola bilsin ki, onunla bərabər yəni bəzi vacibləri yerinə yetirməsə və bəzi vaciblər onun canında var, onun həyatında var. Fə innə siğətə, buradakı Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, ənə, nəhnu, biz, mən, biz, yəni biz onlardan uzaqıq, mən onlardan uzaqam, bu kimi sözləri qəsd edir. Və nəhvu zəlik, buna bənzən suallar min damir mütəkər və mithl zəlikə tənəvvəlu. Yəni burada birinci danışan tərəf baxımından Peyğəmbər sallallahu aleyhi və səlləm bu mənada təfsir olunur.
Allah Resulü sallallahu aleyhi ve sellem vel mu'minine ma'ahu. Yani burada demek ki biz burada hem Peygamber sallallahu aleyhi ve sellem hem de ki sahabeler qəsd olunur. Belki hem müminler qəsd olunur ki biz onlardan uzağıq. Yani mən onlardan uzağıq deyildikdə buradaki yani burada Peygamber sallallahu birinci tərəfin mütəkəllim olaraqdan danışdı ki mən uzağam. Başqa hədislərdə biz uzağıq. Yani bunlar hamısı yani Peygamber sallallahu aleyhi ve sellemle yanaşı bütün müminlerin o əməllərdən və ya o şəxslərdən uzaq olduğunu bildirir. اَلَّذِي يَسْتَحِقُّهُ بِهِ الثَّوَابِ بِلَا اِقَابٍ. Na'am. وَمِنْ هُنَا قِيلَ ve buradan da deyilir ki اِنَّ الْفَاسِقَ الْمِلِّ يَجُوزُ اَنْ يُقَالَ fasike geldikte ona icazə verilir ki deyilsin huve mu'min ve huve mu'minun bi'tibarin ve yecuzu en yuqala leysa mu'minen bi'tibarin. Aydındır. Bəzən deyilə bilər ki o müəyyən bir etibarla o mömindir. Müəyyən səbəblərə görə o mömin deyildir. Belə deyilə bilər bir kimsə barəsində. Və bihədə yetəbəyyən və bunlar bizə bəyan olur ki ennər racul qad yakunu musliman la mu'minen. Bəzəndir ki bu hədisdə bizə onu bildirir ki bəzən bir insan mömin olmadan müsəlman ola bilir. Və la munafiqan mutlaqan. Yəni mütləq şəkildə münafiq olmadan, mömin olmadan müsəlman ola bilir. Çünki əvvəlki dərsimdə demişdik. Demişdik ki bir insanda həm fisq, həm isyan, həm taat, həm mümin, həm müsəlman hamısı cəm ola bilər. Bu əhl-i-sünnə və cəmaətin rəyidir. O mütləq, yəni münafiqliyin əlamətləri olmasa belə, müəyyən bir əczaları olsa, cüziyyətləri onda olsa, ki möminlərdən bir münafiqdən bir parça olur. Və bu da onun imanın kamilinə zərbə getirdiyindən, zərər getirdiyindən, kamili aşağı saldığına mömin sifəti düşür. Lakin üçüncü mərtəbə olan müsəlman mərtəbəsində qalır. Bəl yakunu ma'hu aslul iman dun haqiqatihil vacibə. Onda deyir, vacib həqiqəti olmasa belə əsli iman qalır. Vacib deyildikdə, yəni imanın həqiqəti deyildikdə qəsd imanın kamilliyi qəsd olunur. Kamilinə zərbə gəldi. Günahdan, isyandan, asilikdən, nifaq əlamətləri və s. kürfə dəlalət edən bu kimi əlamətlər özündə barındırdığına görə onun əslini yox, onun kamilliyinə zərbə yetirir. وَلِهَذَا أَنْكَرَ Ahmed İbn Hanbel o ve başkaları minel əim alə mən fəssələ qavlə sallallahu aleyhi ve sellem leysə minə leysə mislinə. İmam Ahmed ve onun dostları, onun hem fikirde olan alimler Peygamber sallallahu aleyhi ve sellemin leysə minə bizden değildir hadisi leysə mislinə bizim kimi değildir diyerekten tefsir vermeyi inkar ederler. Yani icazəni görməzidilər. Və leysə fi xiyarinə və yaxud da ki bizim xeyirlərimiz değildir diyerekten tefsir verilməsinə və qalə hədə tefsirul murciə. Yəni bu ikincisine deyərdi ki bu murciyələrin bu hədis barəsində verdiyi təfsirdir. Və qalu deyərlər ki ləv ləm yefəl hədihil kəbirə bu murciyələr deyir. Əgər o kimsə bu sadalanan bu günahları, isyanları etməsəydi bunu ne bu diqqət etin, yəni leysə minnə bunu leysə mislinə bizim mislimizdə deyildir. Ala təfəkküründə fikirləşin bunu ki, yəni əgər bu günahları etməsəydi elə çıxır ki bu təfsirlə o Peyğəmbər sallallahu aleyhi və səlləmin mislində olasıydı. Yəni o əməlləri edir, mənası verirlər ki o bizim mislimizdə deyil. Əgər o əməlləri etməsəydi bizim mislimizdə olasıydı. Bundan dolayı heç bir kimsə iman və yaxud da ki əməl baxımından Peyğəmbər sallallahu aleyhi və səlləmlə eyni misildə, eyni tərəzidə ola bilməz. Yəni eyni miqdarda, eyni keyfiyyətdə ola bilməz. Yəni o mislinə verməsi ki, yəni bizim mislimizdə deyil, o günahı etdiyinə görə, əgər günahı etməsəydi nə olasıydı? Qaydı bizim mislimizdən olasıydı, bizim kimi olasıydı. Ona görə İmam Ahmed və başqaları bu kimi xiyarinə, yəni bizim mislimizdə və yaxud da bizim xeyirlərimizdən deyildi ki, bu kimi təfsirləri inkar edərlər. Deyər ki, belə təfsir olunmaz. Və kədə təfsirul xavaric və mü'təzilələrin xavariclərin və mü'təzilələrin verdiyi təfsir ki, bə'ənəhu yaxruc minəl iman bil kulliyyə və yəstəhiqqul xuludə finnər. Beləliklə o bütünlüklə imandan çıxır və əbədi cəhənnəmə özünə haqq qazandırır. Təvirul münkar. Bu təfsir nədir? Münkardır. Xoşa gələn deyildir. Kəmə təqaddəm, necə əvvəlkə bunu zikr etmişdik. Bu mövzu ətrafında olan bəhs idi. Mən olsam keçək
Muhammed İbni Əbi Zəmənin bu mövzuda nə hədislər gətirir? Birinci hədis Əbu Hureyra radiyallahu anhudan gələn hədisdir. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, Mən şəhərə aleynə silahə fəleysə minnə. Mən şəhərə aleynə silahə fəleysə minnə. Əvvəlkinə demişdim, mən həmələ, bu rəvayətlər, bir çox rəvayətlər var ki, mən həmələ, mən rafa'a, mən şəhərə, bunlar hamısı eyni mənalarda zikr olunur, eyni mənalarda təfsir olunur. Yəni, kim bizə silah doğrulurlarsa, o bizdən deyildir. Aydın, kim bizə silah qaldırarsa, bizdən deyildir. Hədisdə Həsənun bi şəvahidihi. Başqa bir hədisdə Abdurrahman bin Səmura radiyallahu anhu deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Mən intəhəbə nuhbədən fəleysə minnə. Kim qəsb edərsə, yəni zülm edərəkdən kimdənsə hansısa bir malı götürərsə, insanların gözü önündə qəddarcasına zülm edərəkdən ki, bu bizdən deyildir. Bu əməl etmək bizdən deyildir. Bu hədis qissə var. An Əbi Validin qalə Qazavna ma Abdurrahman bin Səmura. Kabildə deyir ki, Abdurrahman kim deyir bunu? Əbi Valid deyir ki, biz Abdurrahman bin Səmura ilə Kabildə nə etdik? Bir döyüşdə iştirak etdik. Fə ashabın Nəbi sallallahu fə asabən nəsu qənəmən fəntəhəbuhə. Orada deyir ki, insanlar sürü ilə qoyunlara rast gəldilər və onları götürdülər, qapazladılar onları. Fəəmən Abdurrahman munadiyən yunadi. Abdurrahman əmr edir ki, insanlara bir kimsə əmr edir ki, çağırın. Onları götürməyə qoymu. Səslənir ki, bir kimsə. Məndir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən eşitdim ki, mən intəhəbə nuhbədən fəleysə minnə. Faruddu hədihil qənəmə farudduhə fəqəsəməhə bissəviyyə. Əvvəl keçdiyim hədisdir. Yəni, mən intəhəbə, kim haqqı olmayan malı götürərsə, qəsb edərsə, Peyğəmbər sallallahu aleyhi və səlləm ondan demiş ki, mən onlardan deyiləm. Və onu Abdurrahman nə edir? Əmr edir ki, onları hamıya eyni şəkildə bölsün. Hamıya eyni şəkildə bölürlər. Sonra, həmçinin Əbu Hurayra'dan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm dedik, birinci hədis, səhih hədisdir, bir şəvahidihi. Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Hurayra'dan gələn hədisdə deyir ki, mən qaşşənə fəleysə minnə. Mən qaşşənə fəleysə minnə. Bizi aldadan bizdən deyildir. Bu aldatmaq deyildikdə hər bir şey qəsd olunur. Ürəyin, ağlına gələn hər bir aldatmaq buna daxildir. Burada qəsd, yəni burada Peyğəmbər sallallahu əleyhi və səlləm bizi aldadan bizdən deyildir. Yəni bu kimi hədisləri başa düşdünüz. Əgər biz təfsir versək ki, nə üçün İmam Əhməd və başqaları bunu təfsirə verməyə istəmirlər? Çünki kim bu hədisi necə varid olubsa, elə başa düşərsə, onun qorxmasına daha çox yardım edir. Rahat olmur. Əgər mən desəm ki, buradakı məna, yəni kim bizi aldadarsa bizdən deyildir ki, məna, yəni onun o aldatması, insanı aldatması, yəni bizim yolumuzdan biz elə şey etmərik. Bu mənanı insan başa düşsə nə olur? Rahat deyir. Deməli, oradakı, yəni, mən Peyğəmbər sallallahu aleyhi və səlləm məni özündən uzaqlaşdırmır. Yəni, bəraət qazandırmır məndən. Lakin mənim o əməl demək istəyir ki, mənim o əməlim, sizin əməliniz mənim əməlim kimi deyil də, mən o əməli edən deyiləm. Belə olduqda, belə bir təfsir verildikdə, insanların qəlbinə su sərpilir. Ondan ötə İmam Əhməd bu kimi hədisləri deyir ki, necə varid olubsa, eləcə qoyun ki, insanlar uzaqlar, qorxsunlar. Aydınmı? Hədisdə səhihdir. Və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, leysə minnə mən hələfə bil əmənə. Və həmçində mən xəbbəbə alə mür'in zəvcətə əv məmlukin fəleysə huvə minnə. Və həmçinin burada Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əmanətə and içən bizdən deyildir. Deyərəkdən Peyğəmbər sallallahu aleyhi və səlləm burada buyurdu. Və qalə Muhammed min uləmə mən qalə, musannif deyir ki, bəzi alimlər var ki, deyirlər ki, mənə hədəl əhədis, bu hədislər, zikr olunan hədislər ki, leysə mislinə, bizim mislimizdə deyildir, deyə məna, aldan bizdən deyildir hədislərə, leysə mislinə, yəni bizim mislimizdə deyildir, deyən alimlər də vardır. Və qalə ba'duhum mə'nəhə, bəziləri deyir ki, bunun mənası nədir? Ənəhu mən fəalə hədihil əf'al, kim bu sadalanan
feilləri edərsə, فَلَيْسَ مِنْ مُطِيعِنَا لَنَا وَلَيْسَ مِنَ الْمُقْتَدِينَ بِنَا. O bizə müti olanlardan, tabi olanlardan və yaxud da ki, bizə uyanlardan deyildir. Deyərəkdən belə təfsir verirlər. وَلَا مِنْ مُحَافِظِينَ عَلَى شَرَائِعِنَا. Və həmçinin bizim şəriətimizi qoruyanlardan deyildir. وَهَذِ نُعُوتُ وَمَشْبَهَهَا. Və bu buna bənzər sifətlər verirlər bu hədislərə, təfsirlər verirlər. وَأَمَّا مَنْ يَكُونُ أَرَادَ بِهَا. Və kimsələr, yəni bu mənanı əgər desələr ki, murad budur, اَتَّبَارُ مِمَّنْ فَعَلَ مَا يُتَبَرَّ مِنْ غَيْرِ أَهْلِ مِلَّ فَلَهِ. Yəni buradakı qəsdi kimlərsə desə ki, buradakı Peyğəmbər sallallahu aleyhi və səlləm mən bizdən deyildi ki, buradakı təbarru, bəraət, o yəni bizim millətimizdən deyildir, bu qəsd olunmur burada. Yəni bu təfsir vermək, yəni fəleysə minnə bizim millətimizdən deyildir, budur ki, bu qəbul olunan deyildir. Bu təfsir yanlış təfsirdir. Həmçinin deyək ki, qala Muhammed və dəlilu alə sihhəti hədə təvil. Yəni bu dediyim təfsirə və bu sadalan təfsirlə dəlil budur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, leysə minnə mən ləm yəxuz şəribəh. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bığını götürməyən bizdən deyildir. Əvvəlki dediyimiz, yəni bizim millətimizdən deyildir. Sözü təfsir vermək qəbul olunan deyildir. Və bunun belə olmamasının dəlil olaraqdan Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bu hədisi ona dəlildir ki, buradakı məqsəd bizim millətimizdən deyil. Çünki əslində Peyğəmbər sallallahu aleyhi və səlləm yəni bığından götürmədiyinə görə mənim millətimdən deməz. Aydındır. Və həddətən bi İshaq, na'am. Bu hədisi də rəvat edirlər. Fələ yəcudul əhədin ən yətəvvələ alə Rasulullah sallallahu aleyhi və səlləm ət-təbaru mimmən ləm yoxuz şəribə. Deyir ki, bir kimsənin Peyğəmbər sallallahu aleyhi və səlləm onun bığını götürmədiyinə görə Peyğəmbər sallallahu aleyhi və səlləm ondan təbərrü etməsi, yəni özünü ondan bəraət qazandırması, özünü ona uzaq etməsi heç ağıllan, məntiqlə düzgün çıxar? Düzgün çıxmaz. Buradakı mənalar, deyək ki, buradakı mənalar bu deyildir. Bu hədislərdə var ki, leysə minnə mən ləm yəquz şəribuhu, bizdən deyildir bığından götürməyən və yaxud da ki, bığından götürməyən bizdən deyildir. Belə qarışıq leysə önə keçir, bəzilərini leysə sonda zikr olunur. Yəni bu qəsdimiz buydu. Bununla mövzu sona çatdı. Aydındır. Bu kimi mövzular hamısı Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, yəni o kimsələrdə fisk olar, küfr olar, nifaq olar və yaxud da ki Peyğəmbər sallallahu əleyhi və səlləm onları həmin ki o failləri özündən bəraət qazandırır. Mən onları deyirlər ki, qəsdləri heç də mənim millətimdən, İslamdan xaric etmək məqsədi ilə təfsir olunmaz. Və biz də Əhl-i Sünnə vəl Cəmaənin bu mövzu olan təfsirini eşitdik. Allah Teala bizlər eşitdik, faydalandırsın. Və sallallahu alə nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.